Azərbaycanda ilk dəfə təşkil edilən Milli Peyk İnnovasiya müsabiqəsi uğurla başa çatıb. Belə ki, müsabiqə çərçivəsində 672 məktəblinin hazırladığı Pocket Sat peykləri ABŞ-nin SpaceX şirkətinin Falcon 9 daşıyıcı raketi ilə orbitə çıxarılması planlaşdırılır. Müsabiqənin ikinci mərhələsinin qalibi olmuş 4 komanda Women in Tech təşkilatı və 288, 187 və 297 nömrəli tam orta məktəblərinin komandaları üçün nəzəri və praktiki məzmunlu 5 günlük workshop təşkil olunub. Proqram çərçivəsində şagirdlər kosmik sektorun əsasları, peyk prototiplərinin hazırlanması, buraxılışa hazırlıq mərhələləri, doğrulama testləri və sahibkarlıq bacarıqları ilə tanış olub. Elmi biliklərini praktiki tətbiqlərlə birləşdirmə imkanı qazanıblar. Bu workshop Azərbaycanda ilk dəfə keçirilən Milli Peyk İnnovasiya müsabiqəsinin yekun mərhələsini təşkil edib. Layihə Azərkosmosun nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın təşkilatçılığı ilə məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Braziliya Kosmik Agentliyi və IDA Space şirkətinin dəstəyi ilə həyata keçirilib. Akademiyamız dünyada 13-cü akademiyadır və bütün Avrasiya məkanında tək akademiya sayılır. Bundan irəli gələrək Kosmik Hub modelini işləmişik ki, dünyanın 6 qitəsindən 12 beynəlxalq layihəmizlə 12 minə yaxın məzunumuz vardır. Ən əsası bu illəri Azərbaycan məktəbliləri kosmosa ilk peyklərini buraxacaqdır orbitə və bunu biz Braziliya Kosmik Agentliyi, Braziliyanın IDA Space şirkəti və eləcə də SpaceX şirkətinin Falcon 9 raketləri ilə etmiş olmuş olacaq. Məktəbli peyki həm də bir ildən çox müddətdə məlumatları toplayacaq, sonra peyklər şəbəkəsi vasitəsilə məktəblilərə uzun müddət demək kosmos, yer haqqında məlumatlar və eləcə də innovativ biliklər istiqamətində dəstək olmuş olacaqdır. Azərkosmos nəzdində Kosmik Akademiyanın layihələrindən biri olan bu müsabiqə yaxın gələcəkdə eyni zamanda region üçün də böyük bir töhfə vermiş olacaqdır. Qeyd edək ki, müsabiqənin milli mərhələsində ölkənin 41 ümumi təhsil müəssisəsindən seçilmiş 650 məktəbli qatılıb. Bu layihə mənim gələcəkdə aerospace mütəxəssisi olmağıma böyük kömək edir və gələcəkdə aerospace mühəndisi kimi biri olmağım üçün gözəl bir platformadır. Mən buradan bu şəraiti mənim üçün yaratdığına görə Space Akademiya və buranın bütün işçilərinə minnətdaram. Bu layihənin bir parçası olduğum üçün çox şadam. Bir məktəbli üçün bu böyük bir təcrübədir. Bizim məktəblə əməkdaşlıq edən hər kəsə təşəkkürlərimi bildirirəm. Məktəblilər komandalar şəklində model peyklərini hazırlayaraq müsabiqənin müxtəlif mərhələlərində iştirak ediblər. Proses peykin konseptuallaşdırılması, dizaynı, qurulması, işə salınması və təqdimatı kimi ardıcıl tapşırıqlar əhatə edib. Müsabiqənin əsas məqsədi şagirdlərin kosmik texnologiyalara marağını artırmaq, onların elmi-texniki bacarıqlarını inkişaf etdirmək və innovativ düşüncələrini dəstəkləməkdir. Proses çərçivəsində 500-dən çox məktəbli tənqidi düşünmə, proqramlaşdırma və layihə idarəçiliyi bacarıqlarına yiyələnib. Nəticədə qalib komanda öz hazırladıqları Pocket Cube Pico peykini SpaceX-in Falcon 9 raketi ilə kosmik orbitə çıxarmaq imkanı əldə edib. Azərbaycanlı şagirdlər və müəllimlər Braziliya metodologiyası ilə işləyərək real peyklər hazırlayırlar. Noyabrın 10-da məktəblilərin ilk peyki SpaceX şirkətinin Falcon 9 daşıyıcı raketi ilə kosmosa göndəriləcək. Biz artıq bu layihənin təsirini görürük. Yüzlərlə məktəbli kosmik mühəndislik üzrə biliklər əldə edir. Qadınlardan ibarət komandalar real peyklərin hazırlanmasında iştirak edir. Onların bu prosesdə necə həyəcan və qürur hissi yaşadıqlarının şahidi olmaq çox təsirlidir. Bu layihə uşaqlarda kosmik mühəndislik düşüncəsinin formalaşmasına, gələcəkdə elm, mühəndislik və texnologiya sahələrinə marağın artmasına şərait yaradır. Bu günün şagirdləri sabahın kosmik mütəxəssislərinə çevriləcək. Make us believe that what Space Academy has to do with space education and this space is doing together
Müsabiqə çərçivəsində həmçinin təlimçilər üçün təlim proqramı həyata keçirilib. Braziliya Kosmik Agentliyi və IDA Space şirkətinin mütəxəssislərinin iştirakı ilə keçirilən proqramda 82 müəllim iştirak edib. Onlara peyk alt sistemləri, kosmik təhlükəsizlik, dizayn düşüncəsi və layihələrin hazırlanması ilə bağlı biliklər verilib. Bu biliklər müəllimlərə şagirdlərin komanda şəklində innovativ layihələrini həyata səmərəli yönləndirməyə imkan yaradacaq. Qeyd edək ki, layihə Azərbaycan məktəblilərinin beynəlxalq kosmik texnologiyalara inteqrasiyası, qabaqcıl biliklərin təhsilə tətbiqi və gənclərin gələcəyin kosmik mütəxəssislərinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, bu təşəbbüs Azərbaycanın qlobal kosmik sahədə mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək.